Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf TV-də tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Uzun illərdir ki, bütün dünya beynin sağ yarımkürəsi və sol yarımkürəsi olduğunu, birinin rasional düşüncəyə, digərinin isə yaradıcılığa cavabdeh olduğuna inanır. Alimlər isə nə az, nə çox, sadəcə bir tədqiqatla bunun doğru olmadığını sübut ediblər. İndi bəlkə də özümüz haqqında bildiyimiz, həkimlərin iddia elədiyi nə qədər həqiqətlər var ki, yalan çıxacaq. Çünki süni intellekt tamamilə tibbdə və dünyanın bir çox digər sferalarında yeni üfüqlər açır. Yəni, artıq sağ və sol yarımkürənin nəyə cavabdeh olduğunu bilmirik, amma hər ikisinin çalışdığına əminik. Baxaq. Analitik zəkanın mənbəyi, rasional sol və kreativliyin qaynağı sayılan yaradıcı sağ beyin yarımkürələri haqqında iddialar ifşa edildi. Massachusetts Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, biz beynimizin hər iki hissəsi ilə düşünürük. Bu barədə Neuropsychology jurnalında dərc olunmuş tədqiqatda qeyd olunub. Elm adamları iddia edir ki, görmə zamanı beyin hələ də vizual məkanın əks tərəfini emal edir. Beynin sol yarımkürəsi baxışın sağ tərəfini, sağ yarımkürəsi isə sol tərəfini işləyir. Bu isə görmədə kör zonaların qarşısını alaraq məlumatın daha effektiv qəbuluna şərait yaradır. Alimlər həmçinin sübut ediblər ki, informasiyanın beyində birləşdirildiyi düşünülən prefrontal korteksdə vizual siqnallar ilkin olaraq əks yarımkürəyə yönəldilir. Araşdırmalar göstərir ki, obyektlər baxışın hər iki tərəfinə yayıldıqda yaddaşda daha yaxşı qalır. Lakin eyni anda hər tərəfdə yalnız bir obyekt izlənilə bilər. Ən maraqlısı isə budur ki, obyekt görmə sahəsinin bir tərəfindən digərinə keçdikdə beyin saniyənin içində məlumatı bir yarımkürədən digərinə ötürür. Bu proses mobil rabitə siqnalının bir stansiyasından digərinə keçməyinə bənzəyir və nəticədə ətraf mühiti fasiləsiz və tam şəkildə qavramağımıza imkan verir. Ürək dayandısa, artıq o adamla bağlı, o pasiyentlə bağlı heç nə eləmək olmur. Bədənimizin ən vacib orqanı üçün biz nə edirik? O gecə-gündüz çalışır. Biz isə ildə bir dəfə check-updan keçməyi ona qıymırıq. Necə eləməliyik? İldə neçə dəfə check-updan keçməliyik və ürəyin sağlam olduğunu bilmək üçün hansı müayinələr mütləqdir? Sualların cavabı növbəti süjetdə. Ürək bütün orqanizmin fəaliyyətindən cavabdeh olan əsas orqandır. Stress, aktiv həyat tərzi və fiziki yüklənmələr ürəyə təsir eləyir. Mütəxəssislər heç bir əlamət olmasa belə ildə bir dəfə ürək müayinəsindən keçməyi məsləhət görür. Ürək müayinəsi ürəyin və damarların fəaliyyətini yoxlamaq üçün aparılan müxtəlif analiz və aparat müayinələrinin toplusudur. Bu müayinələr ürək xəstəliklərini erkən aşkar etməyə, risk faktorlarını müəyyənləşdirməyə və vaxtında müalicəyə başlamağa kömək edir. Əgər tənginəfəslik, yorğunluq, ürək döyünmə, döş nahiyəsində ağrı və ya təzyiqdə dəyişiklik hiss edirsinizsə, dərhal həkimə müraciət etmək lazımdır. Bəs ürək müayinəsinə nə daxildir? 1. Elektrokardioqramma ürək ritmini və fəaliyyətini qiymətləndirir. 2. Exokardioqramma ürəyin strukturunu və qan dövranını göstərir. 3. Qan analizləri, ümumi qan analizi və biokimyəvi analiz. 4. Təzyiq ölçülməsi. 5. Holter monitoringi, sutkalıq elektrokardioqramma, ürəyin ritm pozuntuları üçün nəzərdə tutulub. 6. Stress testi, velotest və ya qaçış yolu ilə ölçülür və ürəyin fiziki yüklənmə reaksiyasını yoxlayır. Bəli, yeni süni intellekt, yeni texnologiya. Bu dəfə infarktı əvvəlcədən müəyyən edə biləcək qurğu icad olunub və onun sayəsində neçə yaşında, nə vaxt infarkt ola bilmə ehtimalınız var, 99% dəqiqliklə hesablama olur. Düşünürəm ki, artıq bu cihazdan ən az təzyiq ölçən kimi hər evdə olacaq.
Alimlər infarktın tez aşkarlanması üçün yeni çip hazırlayıb. Amerika Birləşmiş Ştatlarının Mississippi Universitetindən olan alimlər ürək tutmalarını real vaxt rejimində yüksək dəqiqliklə müəyyən edən yeni çip yaradıb. Bu çip geyilə bilən cihazlara inteqrasiya edilə bilər və infarktı 92,41% dəqiqliklə aşkar etmək qabiliyyətinə malikdir. Yeni texnologiya real vaxtda ürəyin fəaliyyətini izləməsinə və təhlükəli vəziyyətlər zamanı dərhal xəbərdarlıq etməsinə imkan verir. Nəticədə xəstələrin həyatını xilas edə biləcək qədər sürətli reaksiya imkanı yaradır. Tədqiqatçılar bildirirlər ki, süni intellektə əsaslanan bu texnologiya elektrokardioqrammanın monitorinqi sayəsində innovativ yanaşmadır. Geyilə bilən versiyanın hazırlanması üçün isə cihazın ölçüsünün kiçildilməsi, istifadəyə uyğun dizayn yaradılması, proqram təminatının dəqiq tənzimləməsi və Amerika Birləşmiş Ştatlarının Qida və Dərman İdarəsi kimi qurumlardan sertifikatlaşdırma mərhələlərindən keçmək tələb olunur. Bu yenilik gələcəkdə ürək-damar xəstəliklərinin daha təhlükəsiz və effektiv şəkildə nəzarətdə saxlanmasına böyük töhfə verə bilər. Telefon sağlamlığa ziyandır deyirik, gözlərimizə, üzümüzə, bədənimizə, əsəblərimizə və s. və ilaxır. Görünür, alimlər də oturub fikirləşiblər ki, bu qədər ziyandırsa, niyə daim yanımızdadır və o ziyanı xeyrə çevirə bilərikmi? Çevrədə biliblər. 44 araşdırma aparılıb və məlum olub ki, sən demə, depressiyadan çıxaran xüsusi tətbiqlər insanların həyatda yaşamağına, tutunmağına, həyata geri dönməyinə dəstək olurlar. Və bu mobil tətbiqlər vasitəsilə insanlar özlərini narahat edən müəyyən suallara cavab tapır, eyni zamanda həyatdan zövq almağı öyrənirlər. Hansı tətbiqlərdən söhbət gedir və ümumiyyətlə yüngül depressiyadan çıxmaq üçün dərmanlarmı daha qüvvətlidir, yoxsa sözlər və tapşırıqlarmı? Bütün bunları indi biləcəksiniz. Smartfonlar təkcə depressiyaya səbəb olmur, həm də depressiyadan çıxarır. Yapon alimlərinin yeni bir araşdırmasına görə smartfon proqramı insanlara yüngül depressiyanın öhdəsindən gəlməyə dəstək olur. 24 araşdırmanın təhlilində tədqiqatçılar telefona yüklənən CBT terapiyasının istifadəsi zamanı psixi pozuntuların simptomlarını azaltdığını müşahidə edib. Qlobal miqyasda insanların təqribən 11%-i yüngül depressiyadan əziyyət çəkir. Hazırda sağlam olmayan düşüncə və davranışları dəyişməyə və öhdəsindən gəlməyə kömək edən koqnitiv davranış terapiyası psixi pozuntuların müalicəsinin qızıl standartı hesab olunur. Bu üsul bir çox hallarda dərmanlardan daha təsirli olur. Lakin bütün dünyada psixiatr çatışmazlığı səbəbindən tələbat çox vaxt təklifi üstələyir. Araşdırmanın aparıcı müəllifi və Tokyo Universitetinin professoru Toshiaki Furukawa açıqlamasında 4000-dən çox yaponun iştirak etdiyini bildirib. Nature Medicine jurnalında dərc edilən yeni bir araşdırma koqnitiv davranış terapiyasına yönəlmiş tətbiqin bu boşluğu doldurmağa kömək edə biləcəyini sübut edib. Artıq tibbi texnologiyadan ayrı təsəvvür edə bilmirəm. Həqiqətən də bütün dünyanın ən qabaqcıl və ən məşhur tibb saytları və tibb elmi ilə bağlı jurnalları əksərən yeni texnologiyalar haqqında məqalələr verir. Və bu o deməkdir ki, texnologiya kifayət qədər tibb sahəsinə sirayət edib. İndi ekranda gördüyünüz barmağın ucundakı tel boyda mikroçip nədir, nəyə yarayır və bədənimizdə hansı funksiyaların dəstəyi üçündür, birlikdə biləcəksiniz. Onu da deyim ki, getdikcə bu texnologiyanın yaratdığı avadanlıqlar daha da kiçik olur. Ən sonuncusu budur. Təsəvvür edirsinizmi? İnsan saçı qədərdir, saçı nazikliyindədir. Baxaq. Beyin siqnallarını ölçən görünməz elektrod yaradılıb. Alimlər insan saçının qalınlığında elektroensefalografiya elektrodu hazırlayıb. Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Ştat Universitetindən olan alimlər beynin fəaliyyətini ölçmək üçün 3D printerlə hazırlanmış yeni elektroensefalografiya elektrodu yaradıb. Bu elektrodun eni cəmi 300 mikrometrdir və insan saçına bənzəyir. Elektrod polimer hidrogel materiallarından hazırlanıb və dəriyə bioyapışqan vasitəsilə
vasitəsilə bərkidilir. Bu yapışqan elektroensefalografiya üçün istifadə olunan gelə nisbətən 2 dəfə daha möhkəmdir. Elektrod həmçinin müxtəlif saç rənglərinə uyğunlaşa bilər. Bu da onun demək olar ki, görünməz edir. Yeni texnologiya epilepsiya və yuxu pozuntularının diaqnostikasında daha dəqiq və rahat monitorinq imkanı yaradır. Elektrod 24 saat ərzində dəriyə möhkəm yapışaraq sabit siqnal keyfiyyətini qoruyur və hərəkət azadlığını məhdudlaşdırmır. Yeni aparılan bir tədqiqatda məlum olub ki, səndəmə paltar yuyan maşınlar parçanın tərkibindəki mikrobları öldürmür. Çünki yeni mikrobların, 21-ci əsrin mikroblarının onlara da immuniteti yaranıb. Hətta yuyucu tozları belə onları məhv edə bilmir. Bundan əlavə, bütün bunlar bir yana, səndəmə paltar yuyan maşınların özlərinin tərkibində xüsusi mikroblar yaranır ki, məhz onlar da paltarlara huvur. Bu zaman düşünsək ki, bütün həkimlərin ağ xalatları paltar yuyan maşınlarda yuyulur. Bu kifayət qədər təhlükəli ola bilər. Baxaq görək mütəxəssislər bu zaman onlara nəyi tövsiyə edir? De Montfort Universitetinin alimləri müəyyən ediblər ki, paltar yuyan maşınlar parçadan antibiotiklərə davamlı təhlükəli mikrobları təmizləmir. Bundan əlavə alimlər paltar yuyan maşınlarda super mikrobların olduğunu deyir. Tibb işçilərinin geyimlərindəki bu cür mikroblar xəstəxana infeksiyalarının mənbəyinə çevrilə bilər. Bu barədə PLOS ONE jurnalında dərc olunan araşdırmada deyilir. Eksperiment zamanı mütəxəssislər məişət paltar yuyan maşınlarının 6 modelini sınaqdan keçirib. Məlum olub ki, maşınların yarısı sürətli, standart və ekstra rejimdə də dezinfeksiyanın öhdəsindən gələ bilmir. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bəzi bakteriyalar təkcə dərmanlara deyil, həm də məişət təmizləyici vasitələrin tərkib hissələrinə qarşı müqavimət inkişaf etdirə bilir ki, bu da onları aradan qaldırmağı daha da çətinləşdirir. Alimlər xəbərdarlıq edirlər ki, dezinfeksiya edilməmiş forma geyinmək tibb müəssisələrində infeksiyaların yayılmasına səbəb ola bilər. Nəticə etibarilə onlar evdə geyimlərin yuyulması ilə bağlı tövsiyələri nəzərdən keçirməyi və təhlükəsizliyi artırmaq üçün xəstəxanalarda sənaye maşınlarının istifadəsini nəzərdən keçirməyi təklif ediblər. Tibb aləmində baş verən yeniliklərlə tanış olduq. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.